Binəqədi qəsəbəsində bir dənə super təmirli 3 otaqlı həyət ev var. Yol qırağından bütün avtobus astanovkasından 50 metr aralıda. 50 metr 30 metr arası var. Bir də belə gözəl həyətimiz var. Səliqəli. Təzə remontdan çıxıb evimiz. Evimizin sanuzeli belədir. Həyətində bir dənə mətbəx otağı var. Səliqəli şəkildə. Bu da işığı yandı. Bax, bir dənə belə bir mətbəx otağı var. Bir dənə mətbəx otağı cüzi remont olunmalıdır, belə deyim. Evimiz qoşadaşlı, onu da deyim. İstilik sistemi, kombidi, qaz, su, işıq, bütün sayğaclar hər biri var. Bax, bir dənə girişdə belə bir dənə zalımız var. Elə ölçüsü nəyə desən deyər. Bir dənə zalımızı götürür. Bir dənə baxın. Evimizdə hal-hazırda yaşayış var, Wi-Fi xəttinə qədər çəkilib, radiatorlar hamısı öz yerində. Gəl. Bir dənə belə bir yataq otağımız var. Bütün pəncərələrin də qarşısı hamısı açıqdır. Bir dənə belə bir yataq otağımız var. Burada ikinci yataq otağımızdır. Yəni genişliyi hamısı öz yerindədir. Yenə pəncərəsi açıqdır. Evimiz 3 otaqlıdır. Çox geniş evdir. Yəni belə deyim də, belə bir genişlikdə demək olar ki, ev yoxdur. Evimizin qiyməti 85 min manata deyilir. Real alıcıya indirim olunacaq. Sağ olun, salamat qalın.